Deməli, maraqlı bir izaha rast gəlmişdim, irfani bir izahdır. Allah ki, Quranda deyir, وَاتَّخَذَ اللّٰهِ İbrahimə xəlilə, Allah İbrahimi özünə xəlil qərar verdi ki, biz bunu dost kimi tərcümə edirik. Xəlil sözünün digər sözlərlə ki, dost mənasını verir, fərqi nədən ibarətdir? Belə izah olunur, mane olmaq sözü. Məsələn, biz kiməsə mane olanda bunu mənfi mənada istifadə edirik. Tutaq ki, filan kəs mənə mane oldu. Yəni, nə mənada? Mənim xeyir işlərimə mane oldu, qarşısını aldı. Biz adətən belə deyirik, mənə mane olma. Yəni, məni narahat eləmə, uzaqlaş məndən. Mənim xeyir işimə mənə mane olma. Bu xəlil sözü o mane olmaq mənasındadır, amma müsbət mənada. Bu baxımdan ki, Allah İbrahim özünə xəlil qərar verdi, Allah İbrahimin dostu oldu, İbrahimə həyatında mane oldu. Yəni, İbrahimə pisliklərlə onun arasında Allah özünə bir mane qərar verdi ki, pisliklər İbrahimə dəyməsin. Allah özünü dost qərar verdi. Bu mənada ki, İbrahim Allahdan qeyrisinə yönəlməsin. Yönəlmə olarsa, Allah özünü ona mane qərar verib. Dostu da xəlildir. Mane qərar verir ki, mən sənə mane olacam, İbrahim, imkan verməyəcəm sənə, məndən başqasına yönələsən. Bütün bax, bu şeylərdə sənə mane olacam. Bu baxımdan İbrahim Peyğəmbər Allahın xəlili, xəlil mənasında dostu sayılır. Yəni, dost əslində belə olmalıdır. Bir-birimizə mane olmalıyıq, amma xeyir işdə yox. Mənfi şeylərdə mane olmalıyıq ki, bir-birimizə, bizə pislik dəyməsin. Pisliyin qarşısında sipər kimi dayanmalıyıq. Ona görə Allah deyəndə ki, İbrahimi özünə xəlil qərar verdi. Yəni, İbrahim, artıq mən sənin həyatındayam. Hər bir şeydə sənə müdaxilə edəcəm. Qoymayacam məndən başqasına, məndən qeyrisinə yönələsən.